Günün 24 saatında, həftənin 7 günündə, ilin 12 ayında və 365 günündə yanımızda olan Azərbaycan polisi. Azərbaycan polisi dostu, Azərbaycan polisi qardaşdır, Azərbaycan polisi yoldaşdır, Azərbaycan polisi sirdaşdır, Azərbaycan polisi köməkçidir, Azərbaycan polisi bəzən həkimdir, bəzən psixoloqdur, bəzən yaralara məlhəm qoyan təbibdir. Anına görə hərəkətini tənzimləyən və çevik reaksiya verən də Azərbaycan polisi. Maşınlar üçün yolları açır, istiqamət göstərir. Yol keçməkdə əziyyət çəkən, çətinlik çəkən birisinin əlindən tutur. Çətin vəziyyətdə evində qalan insanların yanındadır. Polislərimiz Azərbaycanın bütün bölgələrində bu dəqiqə üçün, bu an üçün eyni fəaliyyəti göstərirlər. Sumqayıt da yağış sularına təslim olub, düzdür, paytaxtdakı qədər çətin olmasa da orada vəziyyət, amma orada da su basan küçələr var və o küçələrdə bizim köməyimizə çatanda, maşınların köməyinə çatanda yenə də bizim polislərimizi öz vəzifələrinin öhdəsindən necə lazımdır demirəm, ondan daha artıq gəlirlər. Biz yağışda 10 dəqiqə dayanmarıq küçədə ki, bütün islanacağıq, bütün suyun içərisində olacağıq, amma 7-24 yağışda da, qarda da, buzda da, şaxtada da, günün 35 dərəcə, 40 dərəcə qızmar istisində də dayanan polislərimiz var. Ümumiyyətlə, polis görəvi şərəfli görəvdir. Onu bacarırsansa çox xoşbəxtsən. Sizə Amerikalı kino aktyor, deməli Sylvester Stallone'nin bir cümləsini deyəcəm. O deyir ki, insanların təbiətcə xoşməramlı olduğunu düşünürsənsə, 24 saat polisi xidmətdən uzaqlaşdır. Gör o zaman nə baş verir. 24 saat yox, 4 saat belə polisi xidmətdən uzaqlaşdırsan, xaos baş verər, təhlükə baş verər. Ona görə də biz hər an, hər saniyə polislərimizə ehtiyac duyuruq. Fərqi yoxdur, bu polis əməkdaşı Sumqayıtda çalışır. Fərqi yoxdur, bu polis əməkdaşı Bakıdadır. Fərqi yoxdur, Qubadadır, Qusardadır, Lənkərandadır, Lerikdədir, Şəkidədir və yaxud da ki, Zaqataladadır. Nə fərqi var ki? Polis Azərbaycanın hər yerindədir, polis hamımızın yanındadır.